Uşağınızda hansısa bu əlamətlərdən biri varsa, mütləq uşaq nevroloquna göstərin. Bu hansı əlamətlərdir? Məsələn, tez-tez təkrarlanan səbəbsiz titrəmə, qıc olma və yaxud diksinmə halları müşahidə olunarsa, həmçinin tez-tez təkrarlanan baş ağrıları, baş gicəllənmə və bayılma halları olarsa, əgər uşağınızda məsələn nitq, qavrama və yaxud motor inkişafında gecikmə olarsa, məsələn oturmur, yerimir, danışmır və sairə hallar olursa, bundan başqa əgər övladınız qazandığı, yəni öyrəndiyi bacarıqları tədricən itirirsə, həmçinin əgər uşağınızda təkrarlayıcı, yəni stereotipik qəribə hərəkətlər müşahidə edirsinizsə, bu əl çalmaq və yaxud tez-tez təkrarlayıcı yellənmək və yaxud öz ətrafında fırlanmaq kimi hallar ola bilər. Bundan başqa, əgər uşağınızda ünsiyyət çətinliyi varsa, ünsiyyətə girmir, göz təması yoxdur və yaxud oyuncaqlara maraq göstərmir, həmçinin adına reaksiya vermirsə, uşağınızın sağlam gələcəyi sizin diqqətinizdən və yanaşmanızdan asılıdır. Müayinələri gecikdirməyin, vaxtı-vaxtında öz həkiminizə müraciət edin.